Bakıda ana və övladını maşın vurub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov Sferaza bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimaiyyətləşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir. Paytaxtın Xətai rayonu 8 noyabr prospektində baş verən bu qəzada hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların xüsusilə də uşaqların və valideynlərin ölümü yaxud xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Məsələn, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib. 5 uşaq xəsarət alıb. Qəzaların baş verməsinə səbəblər isə demək olar ki, eynidir. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, yol nişanlarının tələblərinə diqqət göstərməmək, bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi, bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi, piyadanın sürücünün ona yol verməsinə tam əmin olmadan yolu keçməsi və s. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir.